Astara dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz olaraq davam edir. Gün ərzində 100-ə yaxın xarici ölkə vətəndaşının sərhəd keçid məntəqəsindən keçidi təmin olunub. Onlar müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə daxil olublar. Bomba səslərinin evdə otura bilmirdik, uşaqlarım həyəcan təşviş içində idilər. Biz də Azərbaycan səfirliyinə müraciət elədik, oradakı konsulluğumuza. Onlar da təxliyə ilə bağlı dedilər ki, buyurun gedin.